Salam, hörmətli webinar iştirakçıları. Bu gün sizinlə Azərbaycan Mühasiblər Məktəbində 2026-cı ildən vergi məcəlləsinə gözlənilən dəyişikliklər barədə e, webinarımızı başlayırıq və ümidvarıq ki, bu webinar hamı üçün, sizlər üçün faydalı olacaqdır. Yəni, gözlənilən təbii ki, dəyişikliklər layihə çərçivəsindədir və bu dəyişikliklərlə bağlı biz öz fikirlərimizi sizinlə bölüşəcəyik və hansı dəyişikliklərin hansı effektləri ola bilər və hansı nəticələr gözlənilir, bunları sizinlə təbii ki, bölüşəcəyik. Vergi məcəlləsinə dəyişikliklərlə bağlı layihədə ümumiyyətlə e, anlayışlara, eyni zamanda gəlir vergisi, mənfəət vergisi və ƏDV, aksiz vergisi, yol vergisi, torpaq, əmlak, bütün vergilərlə bağlı müəyyən düzəlişlər təbii ki, layihədə nəzərdə tutulub, amma əsas bəzi məqamlar var ki, onları biz sizinlə biraz geniş şəkildə müzakirə edəcəyik. Vergi anlayışlarına müəyyən düzəlişlər olub. Təbii ki, verginin tərifi, yəni bəzi belə deyək də nüanslar, bəzi lazım olmayan sözlər var ki, onlar çıxarılıb. Məsələn, bu məsələdə başqa halda nəzərdə tutulmamışdırsa və s. kimi sözlər anlayışın tərifindən çıxarılır və könüllü açıqlamaya da müəyyən əlavələr edilib ki, hətta səyyar vergi yoxlaması olmadığı təqdirdə də belə, yəni səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq, məcəllənin 85.5-ci maddəsində nəzərdə tutulmuş mənada 3 il müddətdən əvvəlki dövrlər üzrə də könüllü olaraq, yəni könüllü açıqlamanı bəyan etmək mümkündür. Bundan başqa kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı da bəzi düzəlişlər və əlavələr edilib. Bildiyiniz kimi hələ əvvəldən bəzi balıq təsərrüfatları, balıq saxlayan, yetişdirən sahibkarlar həmişə belə deyək, narazılıq edirlər ki, balığı kənd təsərrüfatı məhsullarına aid eləmirlər və artıq gələn ildən 1361-ci maddənin tələblərinə uyğun olaraq balıq kürüsünün istehsalı istisna olmaqla və eyni zamanda emala məruz qalmış balıq məhsulları istisna olmaqla doğranmış, dondurulmuş və eyni zamanda təbii diri halda satılan balıqlar hamısı demək balıq məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalına aid edilir və təbii ki, bildiyiniz kimi onlar da demək vergilərdən, kənd təsərrüfatı məhsulunun istehsalı olduğuna görə vergilərdən demək azad ediləcəkdir. Elektron kabinet anlayışında bir əlavə olunub. Sosial sığorta haqqında qanunun 14.5.1 və 1.3 maddələri, yəni burada kimlər nəzərdə tutulub, tamadalar, musiqiçilər, klonlar, foto və audio çəkiliş edən şəxslər, çəkməçilər, pinəçilər, yəni bunlar da yəni elektron kabinetdən daxil olub şifrə kod vasitəsilə demək bunu istifadə edə biləcəklər. Yəni elektron kabinetdən faydalana biləcəklər. Əmtəsiz əməliyyatlara müəyyən düzəlişlər olunub. Əmtəsiz əməliyyatların tərifi bilirik ki, vergi məcəlləsində 1881-ci maddədə öz əksini tapıb. Lakin burada əmtəsiz əməliyyat vergi nəzarət tədbirlər zamanı aşkarlanan başqa əməliyyatı pərdələmək məqsədi ilə və bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər, xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlar kimi qeyd edilmişdi. Amma bu ildən rəsmiləşdirilən sözündən sonra uydurma və ya yalan əqd çərçivəsində aparılan əməliyyatlar sözü əlavə olunub. Yəni, uydurma və yalan əqd çərçivəsində aparılan əməliyyat deməkdir ki, yəni sən müqavilə bağlaya bilərsən və elektron qayma faktura verə bilərsən ki, mənim müqaviləm var, rəsmi əsasım var. Amma vergi ona uydurma və yaxud da yalan əqd kimi baxa bilər. Əgər faktiki olaraq mal təqdim edilməyibsə, yəni iş xidmət görülməyibsə, buna demək uydurma əqd kimi vergi orqanı baxacaq və ona əmtəsiz əməliyyat kimi nəzərə alacaq. Vergi orqanları tərəfindən 34-cü maddə uçot alınma ilə bağlı ərizənin poçt vasitəsilə göndərilməsi istisna olaraq yəni qeyd olunub. Yəni uçot alınarkən kağız formada yəni qeyd olunma poçt vasitəsilə, poçt şablonu vasitəsilə göndərilməsi kağız forma kimi demək nəzərə alınmır. Yəni kağız forma şəxsi olaraq
müstəqil şəkildə gedib orada kağız formada doldurup qeydiyyata almaq, təqdim eləmək və yaxud da elektron formada qeydiyyata alınaraq çoxdan keçməni nəzərdə tutur. E, Eyni zamanda hüquqi şəxsin 34-cü maddənin digər maddələrinə uyğun olaraq yenidən təşkil edilməsi, sonra filial nümayəndəliklərinin ləğv edilməsi, nümayəndəlik vasitəsilə fəaliyyətin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi haqqında bu sortdan çıxarma və sairə kimi maddələrdə də e, bu hallarla bağlı maliyyə sanksiyalarında da bəzi məbləğlər, dəyişikliklər nəzərdə tutulub. Eyni zamanda qeyd olunur ki, yəni elektron və kağız formada vergi orqanına təqdim etməlidir. 36-cı maddə vergi yoxlamaları ilə bağlı belə bilirsiniz ki, elektron audit səyər vergi yoxlamalarına elektron audit də daxil edilmişdi. Yəni səhər yoxlaması eyni zamanda elektron altına aparılması nəzərdə tutulmuşdu və hansı müəssisələrdə hətta o da qeyd olunmuşdu ki, prosesing mərkəzləri, sonra koordinasiya fəaliyyətlə məşğul olan müəssisələr, telekommunikasiya xidmətləri, iri vergi ödəyiciləri, elektron ticarət qaydasında xidmətlər aparan müəssisələr və sairə bu kimi müəssisələrdə elektron auditin keçirilməsi nəzərdə tutulmuşdu. Amma artıq 2026-cı ildə elektron audit ləğv olur və onun yerinə üfüqi monitorinq və maliyyə institutlarında vergi monitorinqi. Yəni maliyyə institutlarında onsuz da vergi monitorinqi əvvəldən var idi, amma üfüqi monitorinq demək yeni anlayış kimi əlavə olunur və üfüqi monitorinqində belə deyək də, öz nüansları var, üfüqi monitorinqin aparılması və eyni zamanda ora qoşulmalı olan məsələlər, yəni hansı məsələlərdə bu üfüqi monitorinq aparılacaq və bu da öz əksini vergi məcəlləsində tapır. Üfüqi monitorinqin müsbət belə deyək də, vergi ödəyicisi üçün xeyri ondan ibarətdir ki, yəni üstünlüyü ondan ibarətdir ki, üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səhər vergi yoxlamaları və kameral vergi yoxlamaları keçirilməyəcək. Sadəcə bu məsələ bununla bitmir. Burada bəzi istisnalar qoyulub ki, xaricdə əldə edilmiş məlumatlara əsasən gəlirlərin və vergilərin hesablanması, eyni zamanda transfer qiymətlərinin təhlili ilə bağlı transfer qiymət nəzarət olunan əməliyyatlar üzrə transfer qiymətlərinin tətbiqi nəticəsində vergilərin hesablanması bu üfüqi monitorinqə aid deyil. Və belə olan halda təbii ki, həmin əməliyyatlar üzrə ayrıca səhər vergi yoxlaması keçirilə bilər və vergilər ayrıca hesablana bilər. Üfüqi monitorinq səhər vergi yoxlamasında olduğu kimi vergi orqanının qərarına əsasən keçirilir və 6 ay ərzində aparılır və vergi orqanı qərarına əsasən, yəni 2 ay müddətinə uzadıla bilər və bununla bağlı demək qərar qəbul edilir. Bildiyiniz kimi səhər vergi yoxlamasında 15 gün əvvəldən yazılı bildiriş göndərilir. Amma üfüqi monitorinqdə belə ki, mənfəət və gəlir vergisi bəyannaməsi təqdim edildikdən sonra 30 gün ərzində demək məlumatlar platformasına vergi orqanının tələb etdiyi sənədlər və məlumatlar daxil edilməlidir. Və eyni zamanda bu 30 gün bitdikdən sonraki gündən artıq üfüqi monitorinqin başlanması barədə vergi orqanı tərəfindən qərar qəbul edilə bilər və əgər 2 dəfə vergi orqanı tərəfindən sənədlərin və məlumatların təqdim edilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq vergi ödəyicisi həmin məlumatları platformaya daxil etməzsə, bu zaman üfüqi monitorinq vergi ödəyicisinin üfüqi monitorinqdən demək çıxarılması məsələsi ortaya çıxa bilər və bu da təbii ki, məcəllənin digər maddələrində öz əksini tapıb. Üfüqi monitorinq qeyd elədik ki, transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə edilən gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarət tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir. Və 6 aydan gec olmayaraq demək başa çatır, 6 ay ərzində aparılır və eyni zamanda 2 aya qədər demək uzadıla bilər. 2 ay ərzində demək uzadıla bilər.
E, bundan başqa üfüqi monitorinqə keçmək üçün vergi ödəyicilərində hansı tələblər qoyulur? Yəni bir neçə tələb qoyulur. Bu tələblərdən biri ondan ibarətdir ki, vergi ödəyicisi iri və orta sahibkar subyekt olmalıdır. İkincisi, vergi ödəyicisi mühasibat və vergi ücreti üzrə vergi ücretinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməlidir ki, yəni vergi orqanı istənilən vaxt həmin proqramın təminatına səlahiyyət əldə edib baxa bilsin. Və üçüncü isə vergi ödəyicisinin daxili nəzarət sistemi olmalıdır. Təbii ki, daxili nəzarət sistemi tələblərə uyğun olaraq vergi orqanının demək təlimatında qeyd olunacaq. Daxili nəzarət sistemi necə tətbiq olunmalıdır? Orada məlumat platforması olacaq və həmin daxili nəzarət sisteminə uyğun olaraq məlumat platformasına məlumatlar və sənədlər daxil ediləcək. Belə olan halda bəli, üfüqi monitorinqə qəbul edilir və əgər xaricdən əldə edilən gəlirlər yoxdursa, transfer qiymətlərinin tətbiqi nəticəsində hesablanmalı olan vergilər yoxdursa, o zaman demək üfüqi monitorinq keçirildikdən sonra, yəni səyyar vergi yoxlaması və ya kameral vergi yoxlamaları aparılmır. E, və bundan da başqa kameral səyyar vergi yoxlaması və kameral vergi yoxlamasının aparılmamasından da başqa üfüqi monitorinq zamanı əgər hər hansı bir uyğunsuzluq vergilərin düzgün hesablanmaması məsələsi ortaya çıxarsa, burada yəni 50% deyil, 25% maliyyə sanksiyası tətbiq olunur. Bu da o halda tətbiq olunacaq ki, həmin məlumatlar demək məlumat platformasına vergi üfüqi monitorinq keçirilənə qədər daxil edilməsin. Əgər o məlumatlar, risklər bəyan edilirsə məlumat platformasında daxili nəzarət sistemində vergi orqanına, bu zaman vergi orqanının məlumatı olur ki, vergi ödəyicinin bu riskləri var. Vergiləri hesablaya bilər, amma demək maliyyə sanksiyasını vergi orqanı bu zaman vergi ödəyicinə tətbiq eləmir. Və digər üstünlüyü də ondan ibarətdir ki, üfüqi monitorinq başlanan 15 gün ərzində dəqiqləşdirilmiş hesabatlar vergi ödəyicisi təqdim edə biləcək. Bəs hansı hallarda üfüqi monitorinqdən qəbul edilmir? Təbii ki, vergi ödəyicisinin də barəsində cinayət təqibi varsa, cinayət tərkibi varsa əməllərində, riskli vergi ödəyicisidirsə və eyni zamanda qeyd etdiyim kimi məlumatlar, yəni hesabat dövrü bitdikdən sonra mənfəət və gəlir vergisi üzrə hesabat dövrü bitdikdən sonra 30 gün ərzində məlumat platformasına daxil edilmirsə, vergi orqanının tələb etdiyi sənədlər, məlumatlar və vergi orqanının ikinci dəfə demək tələbindən sonra da onlar daxil edilmirsə, bu zaman demək vergi ödəyicisi üfüqi monitorinqdən demək çıxarıla bilər. Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarmış vergi ödəyicisi müəyyən edilmiş nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədlər və məlumatlar vergi orqanına təqdim etməlidir. Yəni burada əgər hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınırsa, məsələn deyək ki, çoxları 3 ay müddətinə bəzən görürsən ki, mənfəət vergisini və gəlir vergisini uzadır. Və bu zaman 30 iyun götürülür. Yəni 3 ay müddətin uzaldığına görə, yəni 30 gün götürülür. Ondan sonraki 30 gün ərzində demək monitorinqin aparılması üçün tələb olunan sənədlər və məlumatlar demək platformaya daxil edilməlidir. Əgər daxil edilmirsə, bu zaman 5 iş gün ərzində elektron qaydada vergi orqanı sorğu göndərir və 15 gün ərzində də sənədlər və məlumatlar vergi orqanına yenidən təqdim edilməlidir. Üfüqi monitorinqlə bağlı təbii ki, qeyd elədik ki, hansı hallarda monitorinqdən çıxarılır vergi ödəyicisi. Üfüqi monitorinq aparılan zaman səhiyyə vergi yoxlamasında olduğu kimi mütəxəssis, tərcüməçi, ekspert və müşahidəçi dəvət oluna bilər və necə səhiyyə vergi yoxlamasında adi qaydada bunlardan istifadə olunur. Bu demək 39, 41 və 48-ci maddələrlə müəyyən edilmiş qaydada yəni bu hallar üfüqi monitorinqdə də tətbiq edilir və
e, həmin mütəxəssis rəyindən və yaxud da ekspert rəyindən istifadə oluna bilir. E, Üfüqi monitorinq başa çatdıqdan sonra səhər vergi olmasında olduğu kimi demək, vergi orqanı rəhbəri 10 gün müddətində qərar çıxarır. Ya vergi ödəyicisi məsuliyyətə cəlb edilməlidir, ya da vergi ödəyicisi vergi qanun pozmasına görə məsuliyyət cəlb edilməsindən imtina edilməlidir. Yəni bu hallar qeyd etdiyim kimi, əgər maliyyə sanksiyasının tətbiq edilməsi məsələsi vergi ödəyicisi məlumat platformasına həmin risklər barədə məlumatları daxil eləyirsə, yəni üfüqi monitorinq başlayana qədər, bu zaman vergilər hesablansa da ona əlavə maliyyə sanksiyası tətbiq edilmir. Lakin əks halda əgər həmin risklər məlumat platformasına daxil edilməyibsə, bu zaman yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq və vergilərin aşağı hesablanması və yaxud da yayındırılması halları aşkar edilərsə, 25% demək, maliyyə sanksiyası tətbiq olunur. Yəni bu layihədə təbii ki, nəzərdə tutulub və genəldə tətbiq olunacaq. Yəni 25% 58.1-ci maddədə öz əksini gördüyünüz kimi tapılır. Bundan başqa 58-ci maddənin digər bəndlərində də müəyyən düzəlişlər olunub. Məsələn, vergi orqanında kota alınmaq üçün ərizənin verilməməsinə görə. Yəni sahibkarlıq fəaliyyətinə məşğul olmağa başlamısan, amma gəlir əldə edirsən, amma vergi kotunu almaq üçün ərizəni vermirsən və vergi orqanı tərəfindən bu aşkar edildikdə artıq 200 manat demək, maliyyə sanksiyası məbləği nəzərdə tutulur. Amma digər hallarda isə çotun gecikdirilməsinə görə və yaxud da reyestr məlumatlarında hər hansı bir dəyişiklik baş verdikdə, demək, hüquqi şəxsin ünvanı dəyişdikdə və s. kimi dəyişikliklərlə bağlı müraciət bilirsiniz ki, əvvəl 40 iş gün ərzində idi, indi artıq 15 günə keçirilib. Yəni bu da vergi ödəyicilərində problem çıxarır. Təbii ki, vergi məcəlləsinin 40 manat maliyyə sanksiyası tətbiq olunur, amma inzibati xətalar məcəlləsi ilə vəzifəli şəxslər 2000-3000 manata qədər cərimələnə bilirlər. Bu artıq praktikada tətbiq olunur. Amma vergi məcəlləsindən yəni 40 manat nəzərdə tutulmuşdur və bu da hələ ki, yəni məcəllədə öz əksini tapıb qalıb. Sonra burada 58-12-ci maddədə bilirsiniz ki, sabit vergi məbləği ilə işləyən şəxslər var ki, onlara demək, sabit vergi məbləğinin qəbzin alınmamasına görə birinci dəfə 40% ödəməli olduğu məbləğin 40%, ikinci dəfə isə 2 və daha artıq olduğu isə 100% maliyyə sanksiyası tətbiq olunurdu. Burada 14.5.1 və 1.9, 14.5.1 və 1.3 ilə əvəz olunub. Yəni artıq bərbərlər, dərzilər, bağbanlar, qapıçılar, nə bilim, xəstəyə baxanlar və s. bunlara bu tətbiq olunmayacaq. Çünki onları mənası da yox idi. Niyə görə? Çünki bağbanı gedib izləmək ki, bağban qəbz alıb, almayıb, yəni təbii ki, bu mümkün olan şey deyildi. Yalnız tətbiq olunacaq 1 və 1.3-cü maddələrdə qeyd olunur. Bunlar da kimlərdir? Musiqiçilər, tamadalar, rəqqaslar, klonlar, sonra foto, audio, video çəkənlər, çəkməçilər, pinəkçilər. Yəni bunlar fəaliyyət yeri bəlli olduğuna görə bunlara maliyyə sanksiyası demək, nəzərdə tutulur. Eyni zamanda faiz məbləğləri həmçinin səhər vergi olması və üfüqi monitorinqin nəticələrinə görə də hesablanmış məbləğin vaxtında ödənilməməsinə görə, yəni 0,1% faiz məbləğinin hesablanması nəzərdə tutulur və bu da demək, üfüqi monitorinq üçün də tətbiq ediləcək. Bundan başqa 71-1-ci maddə, yəni həm 70-ci maddə, həm 71-1-ci maddə burada da müəyyən düzəlişlər nəzərdə tutulub. 70-ci maddə vergi ödəyiciləri ilə yazışmadır. Yəni burada birmənalı şəkildə qeyd olunur ki, dövlət informasiya ehtiyatlarının sistemlərinə və elektron xidmətlərinə vahid reyestrinə daxil edilmiş elektron xidmətlərlə bağlı vergi ödəyicilər tərəfindən vergi orqanlarına göndərilən sənədlər yalnız elektron kabinet vasitəsilə elektron qaydada təqdim olunur. Yəni bu birmənalı şəkildə artıq elektron yazışmalar keçirilməsini özündə ehtiva edir.
E, və elektron qayma fakturalarla bağlı müəyyən düzəlişlər nəzərdə tutulub. Məsələn, əvvəllər alınmış avans ödənişləri barədə isə alınmış sözü çıxarılır və avans ödənişləri barədə və hətta orada e, demək qeyd olunur ki, pul vəsaiti daxil olan vaxtadək. Yəni birinci siz avans elektron qayma fakturasını göndərməlisiniz. Ondan sonra isə sizə pul vəsaiti daxil olmalı. Yəni elektron qayma fakturanı göndərirsiniz, sonra isə pulu qəbul edirsiniz. Təbii ki, buna görə maliyyə sanksiyası nəzərdə tutulmayıb, əvvəldə tutulmamışdı, amma müəyyən prosedurlar var ki, sonrakı dövrlərdə vergi ödəyicisi üçün müəyyən problemlər yarana bilər. Yəni avans qaydalarına görə hətta mənfəət vergisinin kameral qayda hesablanması məsələsi də bir sıra vergi ödəyicilərində praktik olaraq biz şahid olmuşuq. E, İş və xidmətlərə görə təbii ki, 5 gün ərzində iş və xidmətlər təsdiq edilir, 5 gün ərzində təqdim olunur, lakin burada beynəlxalq daşıma xidmətlər, habelə müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər istisna edilirlər. Çünki beynəlxalq daşıma xidmətləri üzrə daşıma xidmətlərinin başlandığı vaxtadək artıq daşıma başlanana qədər elektron qayma fakturası təqdim olunmalıdır. Və eyni zamanda müntəzəm və daimi əsaslarla göstərilən xidmətlər üzrə hər təqdim ayı üçün xidmətlərin göstərilməsinə başlandığı vaxt. Məsələn, deyək ki, aylıq xidmətlər göstərirsiniz, standartdır, aylıq xidmətlər. Məsələn, icarə xidmətləri də ola bilər bu içində. Hər ayın əvvəli elektron qayma fakturanı təqdim etməlisiniz. Ayın 1-i, 2-si, yəni başlandığı vaxt əslində ayın 1-idir. Yəni elektron qayma fakturanı təqdim etməlisiniz. Və yaxud da müqavilə bağlamısınız ki, standart olaraq siz hansısa müəssisəyə 1000 manat hər ay məsləhət xidməti göstərirsiniz. E, Yəni bu sabit məbləğ olaraq bu xidmət göstərirsiniz. Hər ayın əvvəli siz o məbləğ, demək elektron qayma fakturanı təqdim etməlisiniz. Qalan hallar üzrə isə elə bir dəyişiklik nəzərdə tutulmur. Bundan başqa demək 71-ci maddədə həmçinin qeyd olunur ki, ƏDV-nin qaytarılması məsələsi ilə bağlı əlavə olunub ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan sırtda alınmış istehsal yaxud kommersiya məqsədilə nəzərdə tutulmayan mallara görə ƏDV-nin qaytarılması prosedurları var və ora əlavə elədilər ki, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər göstərilən tibbi xidmətlərə görə də ƏDV-nin qaytarılması, yəni Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həmin elektron qayma fakturanın forması təqdim olunur. Qaytarma ilə bağlı artıq belə deyək də, 87-ci maddədə söz düzəliş edilib. Qeyd olunur ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə saxslarının məbləğlərinin qaytarılması. Artıq bu qeyd olunur. Vergilərin, faizlərin, maliyyə saxslarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, yəni artıq ödənilmiş sözünün mənasını artıq dəyişirlər ki, yəni artıq ödənilmiş bir şey yoxdur da. Yəni sadəcə olaraq hesablama, ödəmə hesablamadan artıq olduqda artıq ödənilmiş məbləğ sayılır. Hələ o həmin vaxtda siz onun qaytarılmasını tələb edə bilərsiniz. Gəlir vergisi ilə bağlı çoxlu düzəlişlər nəzərdə tutulub gələn layihələrdə. Təkcə gəlir vergisi yox, eyni zamanda icbari tibbi sığorta, işsizlik sığorta, icbari tibbi sığorta, işsizlik sığortasına düzəliş yoxdur və eyni zamanda məcburi dövlət sosial sığorta haqqı ilə də bağlı müəyyən düzəlişlər nəzərdə tutulub. Bunu qısa şəkildə desək, genəldən də, yəni progressiv vergi dərəcələrinə keçirilir və 2026-cı ildə özəl sektorda, yəni qeyri-neft, qaz və qeyri-dövlət sektorunda 2500 manata qədər demək 3%, 2500-dən 8000 manata qədər 10%, 8000-dən yuxarı 14% vergi nəzərdə tutulur. Halbuki indiyə qədər 8000-ə qədər 0%-lə nəzərdə tutulmuşdur. Və eyni zamanda 27-dən artıq bu 3%, 5%-ə keçir, qalanı qalır yerində. Və 28-ci ildə və ondan sonraki dövrlərdə isə artıq demək 7%, 2500 manata qədər, sonra 10%, sonra 14% nəzərdə tutulub, yəni 8000-ə qədər, 2500-dən 8000-ə qədər 10%, 8000-dən yuxarısı 14% gəlir vergisi nəzərdə tutulub. Təbii ki, bu da əvvəl vergi ödəyiciləri fikirləşirdi ki, bu artıq gəlir vergisi
tətbiq olunacaqsa, sosial sığorta haqqında qanunda dəyişiklik olmayacaq və əvvəlki vəziyyətinə qayıdacaq. 3% və işçidən tutulan belə deyək də, aşağı faiz tutulmaları ilə yəni yekunlaşacaq. Lakin bu belə olmadı. Sosial sığorta haqqında qanunda da çox təəssüf ki, düzəlişlər olunub. Sosial sığorta haqqında qanunda e, demək 2200 manata qədər qalır yerində 200-dən 2500 manata qədər e, faizlər dəyişir və eyni zamanda sadəcə 2500-dən yuxarı olan məbləğdə müəyyən demək düzəlişlər olunur. E, Burada demək 2500-dən 8000-ə qədər və 8000-dən yuxarıda 10% və 15% qalır yerində. Lakin bir dənə 8000-dən yuxarı olan məbləğə işəgötürən tərəfindən 15 yox, artıq 11% demək sosial sığorta haqqı demək tətbiq olunacaq. İctimai icbari tibbi sığorta ilə bağlı isə yeganə düzəliş ondan ibarətdir ki, artıq 8000-dən yuxarı 0,5% tətbiq olunursa, artıq indi 2500 manatdan yuxarı olan məbləğə həm müəssisə, həm də işəgötürən, həm də işçi tərəfindən tutulmalar 0,5% olacaq. Bu da vergi ödəyici üçün müəyyən bir belə deyək də 1,5% belə qabağa düşmə deməkdir. Və bundan belə deyək də tutulmalar icbari tibbi sığorta idi və bu tutulmalar biraz azalacaq. Sosial sığorta haqları ilə bağlı digər hallarda da düzəlişlər olub. Məsələn, fərdi sahibkarlar bütün fərdi sahibkarlar gəlirlərinin 2% qədər artıq məcbur dövlət sosial sığorta haqqı ödəyəcəklər. Əvvəl minimum əmək haqqının 25% ilə misal ilə ölçülürdü. 50%, 25%. Amma hal-hazırki layihədə edilən düzəlişə əsasən ay bitdi, aylıq dövriyyən nə qədərdirsə, növbəti ayın 15-nə qədər onun 2%-ni sadəcə orada minimal məbləğ qoyublar. Minimal məbləğ 15%-dir, minimum əmək haqqının, yəni 60 manat, maksimal məbləğ isə minimum əmək haqqının 20-sidir, yəni 400 manatdır. Yəni bu da gəlirdən asılı olaraq formalaşacaq. Məsələn, deyək ki, fərdi sahibkar əgər 45 min gəlir əldə edirsə, bu 3 işçiyə ehtiyac yoxdur, 75% güzəştlə işləyir, 5%-lə belə deyək də son nəticədə vergini hesablayırsa, gəlirlərindən xərcdən çıxandan sonra bunun demək aylıq gəliri 5000-i 12-yə böləndə aylıq gəliri hardasa 3000-3500 civarında olacaqsa, lap 3000-dən deyək, belə deyək də 3000-dən götürsək, 3000 2% edəcək demək 60 manat. Yəni 400 manat minimum əmək haqqının da hələ 15% 60 manat edir. Yəni minimal məbləği ödəyəcək. Amma indiyə qədər o 100 manat ödəyirdi, deyək ki, Bakı şəhərində. Təbii ki, o koeffisiyentlər əmsallara vurulur, yəni rayon əmsallarına görə hesablanır. Yəni bu nöqteyi nəzərdən az gəlir əldə edən şəxslərə bu sosial sığorta haqqının hesablanması sərf edəcək. Amma digər məsələlər də var. Məsələn, deyək ki, tamadalar, musiqiçilər, klonlar, rəqqaslar və s. kimi şəxslər, foto, video, audio çəkənlər bunlar məsələn minimum əmək haqqının 5% ödəyirsə, indi 8% ödəyəcəklər. Qalanları isə demək pinəçilər, çəkməçilər və digər bərbərlər, dərzilər və s. sabit vergi məbləği ödəyən şəxslər. Bunlar isə demək 3% isə bunlar 5%-lə demək 5%-lə sosial sığorta haqlarını ödəyəcəklər. Digər fərqlənmə nişanı fəaliyyət göstərən taksi sürücülər və s. onlarda elə bir dəyişiklik yoxdur. Onlar sosial sığorta haqlarını yenə eyni qayda ilə ödəyəcəklər. Bu düzəlişlər, yəni 2026-cı ildən təbii ki, işçinin vergi tutulan gəlirlərinə və eyni zamanda əmək haqqı ilə işləyən şəxslərdə müəyyən demək fərqlər yarada biləcək. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirlərdən təbii ki 14% ilə vergilər hesablanacaq və burada da müəyyən demək dəyişikliklər nəzərdə tutulub. Belə ki,
Fiziki şəxsin dividend gəlirləri bilirsiniz ki, faiz, royalti, icarə və sair kimi gəlirlər kimi qeyri-sahibkar faizlə gəlir hesab olunur. Amma qeyri-rezident şəxslərdən və qeyri-rezident müəssisələrdən dividend əldə edən fiziki şəxslər bəyannamədə onu 14% hesablayırdılar. Amma genəldən artıq o 5% hesablanacaq. Çünki e, rezident şəxslərdən dividend gəliri əldə edəndə bu ödəmə məbləği mövcuddur. Ondan bir daha mövcud olmurdu. Amma hal-hazırda yəni qeyri-rezidentdən dividend gəliri əldə edəndə bunun 14%-dən vergi cəlb olunması bəyannamədə gəlir vergisi bəyannaməsində əks olunurdu və bunun qarşısı artıq e, alınacaq və fərdi sahibkar üçün, yəni fiziki şəxs üçün bunun da böyük bir önəmi var. Və bu da demək 5%-lə vergiyə cəlb olunacaq. Media subyektləri, audio-vizual media subyektləri istisna olmaqla bunlara demək gəlir vergisindən güzəştlər, bunların aldığı maddi yardımlar, yəni dövlətdən və sair aldığı maddi yardımlar, e, onun əldə etdikləri gəlirləri demək vergiden azad edilmişdi. Amma 3 il müddətinə bu 2023-cü yanvarından 6 il müddətinə artırıldı. Sonra tibbi praktika ilə məşğul olan və yaxud da tibb müəssisələrinin bilirsiniz ki, postterminallar vasitəsilə göstərdiyi xidmətlərdə ƏDV məbləği 50% azaldılır 174 il maddəsində. Bu da onun gəlir sayılır, amma fiziki şəxslər üçün gəlir vergisindən, hüquqi şəxslər üçün mənfəət vergisindən azad olma əldə olunub. Amma ictimai yaşam fəaliyyətinə məşğul olan şəxslər də bu şamil olunacaq. Yəni biz ictimai yaşam müəssisələri çoxları 8% sadələşmiş vergi ilə işləyir. Amma onlar üçün də müəyyən güzəşt nəzərdə tutulub sadələşmiş vergidə. Eyni zamanda onlar ƏDV qeydiyyatına keçərlərsə, ƏDV ödəyicilər olacaqlarsa, onlar da postterminal vasitəsilə əhaliyə göstərilən xidmətlərdə, yəni ƏDV hesablanarkən, demək, bu ƏDV-nin 50% azaldılır və e, eyni zamanda həmin ƏDV azadılan ƏDV məbləği də onun vergi gəlirlərinə aid edilmir. 104.9-cu maddədə yeni bir əlavə olunub, yəni və ictimai obyekti kimi qeyd olunur ki, bu ixtiyar orqanının etdiyi meyarlara cavab verən investisiya layihələri dövlət müəssisələrinə, yəni buradan bu ixtiyar orqanı dedikdə prezidentin müəyyən etdiyi qurumdan söhbət gedir. Yəni onun müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla. Yəni dövlət əgər investisiya proqramı çərçivəsində dövlət investisiya xərcləri hesabına qoyursa, o nizamlama kapitalına qoyur dövlət müəssisələrinə. Yəni bu aktivlərə aid edilən vəsait istisna olmaqla dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə çəkilən və bu məcəllənin 114-cü maddəsinə olaraq hesablanmış amortisasiyanın məbləği amortisasiya məbləği qədər onun gəliri üçün vergi obyektidir. Yəni nə qədər amortisasiyanın məbləğini hesablayırsansa, həmin vəsaitin məbləği bu maddə məqsədləri üçün artıq vergi obyekti hesab olunacaq. Yəni onun gəliri hesab olunacaq. Çünki dövlətdən alınmış subsidiyalar hesabına, yəni bu aktivləri sən almısan. Təbii ki, burada vergi ödəyicinin öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilən təmir xərcləri hesablanmış amortisasiya məbləği istisna olmaqla. Yəni o amortisasiya edib xərc hesab bilərsən, o gəlirə düşməyəcək. Mənfəət vergisindən azad olmalar. Burada da əvvəla demək yenə media subyektləri hüquqi şəxslər üçün 3 ildən 6 ilə uzadıldı onların gəlirləri, azad olma gəlirləri. İctimai yaşam fəaliyyətinə məşğul olan hüquqi şəxslərdə, bunlar da fiziki şəxslərdə olduğu kimi ƏDV-nin 50% güzəşt edirsə, yəni postterminal vasitəsi xidmət göstərirsə, o da onun mənfəətindən, gəlirinə düşür, amma mənfəət vergisindən azaddır. Bundan başqa amortizasiyanın hesablanması qaydalarında müəyyən dəyişikliklər olacaq. Belə ki, bilirsiniz ki, yəni hüquqi monitorinqdə amortisasiya ayırmaları vergi ödəyicinin öz demək könüllü olaraq seçimindən asılı olaraq həm müsbət və yaxud da azalan qalıq metodu dəyəri ilə hesablana biləcək. Təbii ki, bu barədə vergi ödəyicisi vergi orqanına məlumat təqdim eləməlidir. İlin əvvəlində və demək, hansı metodla amortisasiyanın hesablanması barədə qərar qəbul etməlidir. Amortisasiya olunan aktivlər üzrə azalan qalıq dəyəri metodu və illik amortisasiya normaları
qalır yerində. Yəni burada torpağın yaxşılaşdırılması, kapitallaşdırılması 7%-dir, maşın avadanlıq 20%, yüksək təmal maşın hesabat texnikası 25%, nəqliyyat vasitələri 25%, iş heyvanları 20%. Və geoloji kəşfiyyat işlərində təbii hazırlık işlərinə çəkilən xərclər 25%. Qeyri-maddi aktivlər də təbii ki, bölünür. İstifadə müddəti məlum olmayanlara, məlum olmayanlara 10%-ləndir, məlum olanlara isə ömür müddətinə 10 olaraq. Lakin bundan başqa, əgər amortisasiya olunan aktivlər üfüqi monitorluğa qoşulan məsləhət tərəfindən düz xətt metodu ilə hesablama olduğu halda artıq burada illər müəyyənləşir. Məsələn, torpağın yaxşılaşdırılması, kapitallaşmış xərclər və binalar, tikililər, qurullar 44 il götürülür. Maşın avadanlıq 14 il götürülür, digər əsas vəsaitlər 14 il götürülür. Yüksək texnologiyası olan məhsulu tez ixtisarla texnoloji 11 il götürülür. Hava, dəmir yolu, nəqliyyat vasitələri 29 il. İstehsalat idman maşınları, idman motosikletləri, idman velosipedləri, bu kimi başqa idman nəqliyyatları 9 il. Xidməti minik nəqliyyat vasitələri 19 il. Avtonəqliyyat vasitələri. Yəni burada avtonəqliyyatla xidməti nəqliyyat vasitələrini bir-birindən qarışdırmayın. Xidməti nəqliyyat vasitəsi deyişdə, yəni minik xidməti minik avtomobilləri başa düşülür. Çünki onlar səliqə ilə işlədirdiyi, onun ömür müddətini çox qoyublar və bahalı maşınlar olur. Digər avtonəqliyyat vasitələri isə 14 il. İş heyvanları 14 il, geoloji kəşfiyyat işlərindən təbiət hadisələrindən hazırlıq işlərinə çəkilən xərclər 11 il, qeyri-maddi aktivlər isə yenə də 10 il müddətinə nəzərdə tutulub. Yəni bu illər üzrə amortisasiya olunmasına baxmayaraq, orada əsas məsələ ondan ibarətdir ki, azalan qalıq metodu ilə işləyən müəssisələr yenidən düz xətt metoduna keçdikdə və yaxud da düz xəttdən azalan qalıq metoduna keçdikdə amortisasiya necə hesablanmalıdır? Yəni əsas məsələ ondan ibarətdir və ona da belə deyək də aydınlıq gətirilib. Qeyd olunur ki, əsas vəsaitin kateqoriyaları azalan qalıq metodla amortisasiya sayılmaları məcəllənin 114.3-cü maddəsinə əsasən müəyyənləşdirilir və hər hansı kateqoriya ayrılan əsas vəsaitlər üzrə vergi üçün müəyyən olmuş amortisasiya normanın aşağı norma tətbiq olunduğu isə bunun nəticəsində yaranan fərq növbəti vergilərində amortisasiyanın gəliri ıslah məbləğinə əlavə oluna bilər. Yəni bu məcəllədə var idi və demək bunu belə deyək də hər hansı bir güclü dəyişikliklə qeyd eləmirlər. Sadəcə bir azalan qalıq dəyəri metod sözünü əlavə edirlər ki, yəni bu bilinsin. Amma azalan qalıq metodu ilə amortisasiya sayılmaları demək əvvəl məcəllədə olduğu kimi hər bir tikili üzrə, yəni birinci qrup əsas vəsaitlər üzrə eyni zamanda düz xətt metodu da tətbiq edildikdə hər bir amortisasiya olunan aktiv üzrə ayrılıqda aparılır. Yəni məsələn bina amortisasiya olunmamalıdırsa, konservasiya olunmayıbsa, konservasiya olunubsa ona nə düz xətt metodu ilə, nə azalan qalıq metodu ilə amortisasiya hesablamaq olmaz. Azalan qalıq dəyər metodu ilə təbii ki, hesablanmış amortisasiya verginin sonuna qalıq dəyərinə tətbiq olunur və burada da təbii ki, bildiyiniz kimi dəyəri 500 manatdan aşağı olanlar və qalıq dəyəri üçün dəyərinin 5%-dən az olanlar birbaşa gəlirdən çıxan xərclərə aid edilir. Burada 114.10-cu maddəyə əlavə olunub. 114.10-cu maddə nə idi? Dövlət investisiya xərcləri hesabına alınan əsas vəsaitlər, tikililər, onların hesablanmış amortisasiyanın 40%-i gəlirdən çıxan xərcə salınırdı və bu ildən artıq düzəliş olunur ki, demək digər müddəalardan asılı olmayan dövlət büdcəsinin dövlət vəsait qoyuluşu xərclərindən, yəni investisiya xərclərindən dövlət müəssisələrinə 2026-cı 1 yanvar tarixə qədər ayrılaraq Nizam Kapitana aid edilmiş vəsaitlər, yəni 26-cı ilə qədər nə qədər dövlət investisiya xərclərinin hesabına xərc çəkilibsə və kapitallaşdırılıbsa, o vəsaitlər, habelə 2026-cı yanvarın 1-dən sonraki dövrdə 104.9-cu maddəsinə əsasən müəyyən edilmiş meyarlara cavab verən investisiya layihələri üzrə dövlət büdcəsinin dövlət proqramı, investisiya proqramı çərçivəsində ayrılan vəsaitlər hesabına alınan və quraşdırılan aktivlər 40% amortisasiya normasının 40%-i gəlirdən çıxılır. Yəni əvvəl yalnız dövlət investisiya xərcləri hesabına alınana aid edilir. İndi deyir ki, bundan başqa dövlət büdcəsindən digər, yəni təkcə investisiya qoyuluşundan söhbət getmir də. Təbii ki, burada söhbət dövlət borclarının hesabına alınandan getmir. Yəni dövlət borc hesabına alınmışsa, sən onu qaytaracaqsan o borcu, o heç. Amma digər dövlət büdcəsindən maliyyələşən investisiya layihələri var ki,
e, yəni dövlətin əvvəldən proqramında nəzərdə tutulmur ki, yəni bu məsələn dövlət bu investisiya proqramını həyata keçirəcək və qoyacaq. Digər, yəni 26-cı ildən sonra investisiya layihələri üzrə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan vəsaitlər də yəni 40%-lə amortisasiya sayılmalarında gəlirdən çıxan xərclərə aid ediləcək. Burada bir məsələ var ki, hər il aprel ayının 15-nə dək demək müəssisə məlumat verməlidir ki, demək mən hansı amortisasiya metodunu tətbiq edirəm və 3 il ərzində də amortisasiya metodu dəyişməyəcək. Təbii ki, azalan qalıq dəyəri metodunu indiyə qədər işləyirdisə, indi keçib əgər düz xətt metodunu işləyəcəksə, bu zaman onun alındığı ildən ömür müddəti götürüləcək. Məsələn, deyək ki, digər əsas vəsaitdir və maşın avadanlıq 14 ildirsə, məsələn, bu 10 ildir müəssisənin balansındadır. Demək, indi düz xətt metodunu keçsə, o artıq 4 ilə bölünəcək. Yəni 10 il çıxacaq, 4 ilə bölünəcək. Və yaxud da əksinə, düz xətt metodundan yenidən üfüqi monitordan çıxardıqda vergi ödəyicisi qayıdıb azan qalıq dəyəri ilə hesablandısa, düz xətt metodunun əslində qalıq dəyəri nə idisə, o qalıq dəyəri başlayacaq azalan qalıq metodu ilə, yəni 20%, 25% ilə amortisasiya olunmağa. Təbii ki, burada qeyd olunur ki, üfüqi monitorinqin keçirilməsi dayandırıldığı və vergi ödəyicisi üfüqi monitorinqdən çıxarıldıqda avtomatik olaraq düz xətt metodu ləğv olur və o vergi ödəyicisi keçir, yəni artıq azalan qalıq dəyəri metodu ilə işləməyə. 115-ci maddənin tələblərində isə demək yenə də əgər təmir xərci çəkilirsə, normadan artıq təmir xərci kapitallaşdırılır. İstəyir düz xətt metoduna, istəyir azalan qalıq metoduna əsas vəsaitin dəyərinə əlavə olunur, onun balans dəyərini artırır və kapitallaşdırılaraq yenə düz xətt metodsa düz xətt metodu ilə, azalan qalıq metodsa azalan qalıq metodu ilə amortisasiya olunur. Ödəmə mənbəli vergilər. Ödəmə mənbəli vergilərlə bağlı müəyyən düzəlişlər, müəyyən dəyişikliklər nəzərdə tutulub vergi məcəlləsində növbəti ildən. Təbii ki, burada qeyd olunur ki, icarə xərcləri, daşınan daşınmaz əmlakın icarə haqlarından kirayə əlavə olunub. Yəni kirayə nədir? Kirayə fiziki şəxslərə məxsus yaşayış sahələrinin, yəni özlərinin yaşayış sahələrinin kirayə verilməsi əldə etdiyi gəlirlər. Bu da qeyd olunur ki, 10% dərəcə ilə cəlb olunacaq. Əgər fiziki şəxs yaşayış sahəsini hər hansı bir şəxsə təqdim edibsə və o hüquqi şəxssə, onda ondan 10% ödəmə mənbəli vergi tutulacaq. Amma hər hansı bir vergi ödəyicisi olmayan fiziki şəxsə veribsə yaşayış üçün, hüquqi şəxslər işçilərinin yaşayış üçün onu götürə bilər təbii ki. Yəni onda ödəmə mənbəli vergini özü hesablayacaq. Amma digər hallarda isə kirayə verən özü demək çota alınıb bəyannamə verərək 10% ilə vergiləri bəyan etməlidir. Gəlir və xərclərin nəzərə qəbul edilməməsi məsələsi 144-cü maddədir. Demək, burada 144, 1.5 və 1.6 əlavə olunub və qeyd olunur ki, əgər 114.2-ci maddəyə əsasən amortisasiya olunmayan aktivlərin alınması və quraşdırılması məqsədilə dövlət büdcəsinə ayrılan və aktivlərə aid edilən subsidiyalar, yəni əgər dövlət büdcəsindən vəsait ayrılıbsa, dövlət investisiyası hesabına və o aktivlərin alınmasına və quraşdırılmasına sərf olunubsa, bu aktivlər də amortisasiya olunmayansa, o gəlirə daxil edilməyəcək. Adi halda dövlətdən subsidiya alanda biz onu gəlirə daxil edirik, yəni mizahın kapitalına qoyulmursa. Amma bu halda gəlirə salınmayacaq, yəni gəlir qəbul edilməyəcək. Eyni zamanda amortisasiya olunan da olsa belə, yəni 114.10-cu maddəyə əsasən, yəni hansı ki amortisasiyası 40% gedir. Onlar da əgər aktiv alınırsa və quraşdırılırsa, bunlar da demək gəlir kimi tanınmayacaq. Yəni alınan həmin o subsidiyalar gəlir kimi tanınmayacaq. 153.3-cü maddədə təbii ki, biz əvvəldə dedik ki, balıq məhsulları da kənd təsərrüfatı məhsullarına aid olacaq. Beləliklə, kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablandığına görə balığı da əlavə elədilər bura. Amma burada bir dənə istisna qoyublar ki,
Kənd təsərrüfatı məhsulları yerli və xarici mənşəli olanda e, biz demək ticarət əlavəsindən hesablayırdıqsa, balıq üçün xarici mənşəli balıq məhsulları istisnadır. Yəni xaricdən balıq gətirəndə o ticarət əlavəsindən hesablanmayacaq. Amma Azərbaycanda balıq alıb satırsansa, ƏDV ödəyicisənsə, ƏDV-ni ticarət əlavəsindən hesablaya bilərsən. Təbii ki, bu 155 və 159-cu maddələrdə və ictimai ədəbi üçün və ictimai obyektində də öz əksini tapıb və 2022-ci ildən 5 il müddətinə burada balıq məhsulları da ticarət əlavəsinə aid edilib və xarici mənşəli balıq məhsullarını istisna etmək şərti ilə. Və 2026-dan bir müsbət cəhət, yəni ədəbi qeydiyyatına düşməklə bağlı, əgər dövrü 200 mini keçirdisə, artıq ədəbi ödəyicilər olmayan şəxslər ədəbi qeydiyyatdan durmalıdırlar növbəti ayın 1-dən 10 gün ərzində. Və bu dövriyyə məbləğ tutamada bir əmsala vuracaq. Yəni 200 minsə artıq 400 minə qədər qaldırılacaq. Yəni 400 min manata qədər sağləşmiş vergi ödəyicisi olaraq əhaliyə xidmət göstərən məsələn mağazin 400 min manata qədər əgər il ərzində 12 ay ərzində gəliri varsa, o artıq ƏDV-yə keçməyə də bilər. Media subyektlərinin ƏDV-dən azad olunması da 3 ildən yenidən 6 ilə qaldırılıb. Yəni 22-ci ildə 28-ci ilin sonuna qədər bunlar azad olmada varlar. Bundan başqa 164-cü maddəyə düzəlişlər olub. Təbii ki, əvvəllər belə ki, Sənaye və Texnologiya Parkında fəaliyyət göstərən onun operatoru və eyni zamanda bu şəhadətnaməni almış rezident şəxslər, fərdi sahibkarlar və yaxud da şəxslər fərqi yoxdur. Bunlar texnika, texnoloji qurğular və avadanlıqları idxal edərkən təsdiq edici sənəd əsasında ƏDV-dən azad olunurdu. Amma indi təsdiq edici sənəd əsasında siyasi müvafiq hakimiyyət orqanı tərəfindən müəyyən edilmiş orqan tərəfindən təsdiq edilən, yəni Nazirlər Kabineti tərəfindən onun siyahısı çıxmalıdır ki, hansı avadanlıqlar, texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad ediləcək. Əgər o siyahıda adı yoxdursa, o ƏDV-dən azad edilməyəcək belə çıxır. Hətta təsdiq edici sənəd olsa da əlində, şahidləməsi olsa da o ədəbdən azad edilməyəcək. İndi burada da bir problem çıxır ki, 2026-cı ildən o Nazirlər Kabinetinin qərarı təsdiqlənənə qədər gömrük yəqin ki, idxal zamanı bu müəssisələrdən, yəni rezidentlərdən ƏDV-ni idxalda hesablayacaq. Təbii ki, əvəzləşdirmə hüququ ola bilər, amma orada fəaliyyət göstərən müəssisələrin çoxu demək vergiden azaddır, amma ƏDV-dən azad deyil təbii ki. ƏDV-ni əvəzləşdirə biləcəklər, amma elə məsələlər də var ki, yəni ƏDV-dən azad olan mallar satır. Yəni o halda var. Məsələn, nümunə üçün Karbamid zavodu misalcıqda, Texnologiya Parkının rezidentidir. Avadanlıq gətirsə, satdığı da ƏDV-dən azaddır və belə olan halda istər-istəməz o ƏDV-ni də əvəzləşdirə bilməyəcək. Sonra eyni zamanda investisiya təşviqi sənədi ilə bağlı da bax bu siyahını tətbiq ediblər. Həm Sənaye və Texnologiya Parkının operatoruna, həm rezidentinə bunu tətbiq edirlər. Ki, yəni 10 il müddətində sən siyahıda varsa ƏDV-dən azad olacaqsan idxalda. Siyahıda yoxdursa o malların adı ƏDV-dən azad ola bilməyəcəksən. Gəmiqarımı ilə bağlı güzəştlər qüvvəyə minib. Yəni qeyd olunur ki, İqtisadiyyat Nazirinin təsdiq edici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün gəmiqayırma və gəmi təmir müəssisələri bütün növ malların idxalı 2026 mayın 1-dən 3 il müddətinə 26-27-28-ci illərdə ƏDV-dən azad edilir. Sonra mineral gübrələrin pestisidlərin idxalı və satışında mineral sözü yığışdırılıb. Demək, burada üzvü gübrələr və s. bütün gübrələrdən söhbət gedir. Yəni, hamısı idxal və satış ədəbindən azad olacaq. Toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların və laboratoriya avadanlıqlarının idxalı və satış ədəbindən azad isə, burada da artıq yenə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş siyahı üzrə olan avadanlıqlardan söhbət gedəcək. Yəni, Nazirlər Kabineti o siyahıda onlardan olmasa, təbii ki, gömrükdə o ədəbiyyat cəlb olunacaq. Və o siyahı çıxana qədər də yəni ki, gömrük onu tətbiq edəcək. Sonra kənd təsərrüfatı heyvanların, quşların profilaktikası, diaqnostikası üçün istifadə olunan baytarlıq preparatlarının idxalı burada yenə də Nazirlər Kabinetinin qərarına əsasən təsdiq edilmiş siyahı olmalıdır. Yəni siyahı təsdiq olunmuş siyahıda adı olmasa o azad edilməyəcək.
Bankların rezolüsiyası və sağlamlaşma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsi və yaxud da bankın iflas prosesu çərçivəsində aktivlərin təqdim edilməsi də 9 ildən 14 il müddətinə qaldırılıb. Genelde elektrik mühendisliği isteyen avtomobiller aynı zamanda hibrit avtomobilleri yani 3 il müddətinə azad edilmişler. O maddeler artık əvəzlənir başka maddelerle. Yani o maddeler ümumiyyətlə olmayacaq. Yəni belə çıxır ki, genəldən artıq ƏDV hesablanacaq elektromobillərə də, hibridlə işləyən avtomobillərə də. Əvəzində güzəşt qoyulur ki, e, təsdiqlədici sənəd əsasında sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış, yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı. Yəni sənaye parklarının rezidenti elektriklə işləyən, mühərriki ilə işləyən avtobusları idxal edir, amma onu xam mal kimi idxal edir də. Orada oturacaq olmur, tutacaq olmur və monitor quraşdırılmır. Onu özü elə bil ki, əgər hazırını alsa, o hazır olmağa düşməyəcək. Yəni bu şəkildə almalı ki, özü quraşdırsın və Azərbaycanda istehsal kimi demək oturacağı monitoru və tutacağı quraşdırıb satışa versin. Bu zaman 2026-nın yanvarından bir il müddətinə demək bu ƏDV-dən azad edilir. Yəni bir il müddətdə təbii ki, hansısa bir məqsəd üçün nəzərdə tutulur. Sonra qeyd etdiyimiz kimi Azərbaycan arasında istehsal olunmuş mülki avtomobillərin satışı 10 il müddətinə azad edilsə, burada da müəyyən şərtlər qoyurlar. Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələlərimizdə texnologiya məlumatlarının yerinə yetirilməsi şərti ilə yani bu şərtlər olduğu təqdirdə Azərbaycan Respublikasının istehsal olunmuş mülki avtomobillərin satışı 2027-ci yanvarın 1-dən 2027-ci ilin yanvarın 7 il müddətinə azad ediləcək. Təbii ki, burada 2023-cü ilin mayın 1-dən 10 il müddətinə bu artıq öz qüvvəsini itirmiş sayılacaq. Yəni burada şərtlər hamısı həyata keçməlidir. Yəni boya və qaynaq mərhələləri, texnoloji mərhələlər burada həyata keçirilməlidir. Və yaxud da avtobuslar və yük avtomobillərin satışı ilə bağlı burada da avtobuslar, yük avtomobilləri, avtobuslar vahidin yük avtomobilləri də əlavə edildi. Ehtiyat hissələrinin idxalı avtobuslara münasibətdə 25-ci yanvarın 8 il müddətinə, yük avtomobillərə münasibətdə isə 26-cı yanvarın 7 il müddətinə, yəni onların ehtiyat hissələrinin idxalı demək ƏDV-dən azad edilib. Sonra iri neft emal zavodlarının 3 milyon tondan az olmayan emal gücü olan yenidən qurulması layihəsi çərçivəsində məsələn neft emal zavodu. Avadanlıqların, materialların idxalı demək 5 ildən 8 ilə qaldırıldı, 21 yəni 35 ilə qədər artırıldı. Bir də ki, dövlət özəl tərəfdaşlıq layihəsi çərçivəsində müvafiq icraçı orqanının təsdiqedici sənədi əsasında demək malların idxalından başqa demək dövlət özəl tərəfdaşlıq layihələri çərçivəsində texnikanın, texnologiya avadanlıqları, qurğuların idxalı burada da təbii ki 30 ildən çox olmamaq şərti ilə demək həmin qurğuların idxalı ƏDV-dən azad edildi. Yəni burada bərpa olunan enerji mənbələrindən istifadə etməklə enerji yəni istehsalından söhbət gedirdi. Yəni burada da qeyd olunur ki 164.1.3 birinci bənd əlavə olunur ki, yəni burada layihə şirkəti olan dövlət özəl tərəfdaş layihələr içərisində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən yəni burada dövlət özəl tərəfdaşlığı haqqında qanunda artıq çox şeylər olacaq. Yəni 30 ildən çox olmaq şərti ilə burada çox şeylər olacaqdır. Yəni konkret yalnız enerji, yəni istehsalı söhbət getmir. Yəni burada digər şeylər də olacaq. Təbii ki, ikinci bəndə elektrik enerjisini əlavə ediblər. Bu da yəni əvvəldən məsələdə var idi. Yəni bərpa olunan enerji mənbələri hesabına, məsələn, külək enerjisi və yaxud da nə bilim
digər enerji növləri, günəş enerjisi, yəni bunlardan ikinci işlərinə qurğular, adamlar alıb istifadə edirsinizsə, yəni bu sizdə ədəbiyyatdan azad olmaq tətbiq oluna bilər. 165 ədəbiyyatın sıfır dərəcə ilə cəlb olunmasıdır. Burada qeyd olunur ki, bir də əlavə ediblər. Əvvəllər bu problem idi. Duty free, yəni rüsumsuz ticarət mağazalar var. Bilirsiniz ki, aeroportda və s. hava limanında. Onlara mallar veriləndə ona ixrac kimi baxırdılar. Bəzi hallarda isə onu ixrac hesab eləmirdilər də. Yəni amma bu sıfır dərəcə idi. Bu məcəllədə yox idi. Bunu saldılar ki, rüsumsuz ticarət mağazalarının satılması ilə bağlı xüsusi nişanlı aksiyli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi. Həm aksiyli malların, həm də ümumiyyətlə malların. Bu ədviyyə sıfır dərəcədən cəlb olunur. Bunun aksi də sıfır dərəcədir. Və eyni zamanda ədəbiyyatın qaytarılması ilə bağlı 50.8-ci maddə nəzərdə tutulan ədəbi bilirsiniz ki, nağdsız qayda ödənilən 17.5%, nağd qayda ödəniləndə 5%-i geri qaytara bilirlər. Və bura özəl tibbi praktika, tibb məsələ tərəfindən sosial ödənişlər, eyni zamanda muzey, simfonik orkestr, film nümayişi və s. konsertlərlə bağlı da ədəbiyyatın 50%-i qaytarılması nəzərdə tutulmuşdur. Və gələn bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər də onlayn qayda, nağdsız qayda, sosial vasitəsilə ödəniləcəksə, onda onun 17.5%-ni, nağd qaydada da 5%-ni geri qaytarmaq mümkün olacaq. Və eyni zamanda 174.4-cü maddəyə kənd təsərrüfatı məhsullarının ticarət əlavəsindən hesablanması ilə bağlı xarici mənşəli balıq məhsullarının istisnası əlavə edilib. Yəni əvvəlki bəndlərdə, maddələrdə əlavə olunduğuna görə demək 174-cü maddəyə də bu əlavə olunub. 174.4-cü maddə əlavə olunub. Sonra ictimai yaşayış fəaliyyətinə məşğul olan şəxslər, bunlar da demək tibbi məsələlərdə olduğu kimi 2016-cı yanvarın 1-nə 3 il müddətinə, yəni postterminal vasitəsilə formalaşan dövrənin 50%-i ədəbiyyat cəlb olunmayacaq. Yəni ictimai yaşayış məsələləri, kim ədəbiyyatla işləyirsə onlara şamil olunacaq. Və eyni zamanda 175.6-cı maddədə qeyd olunur ki, dövlət investisiya xərcləri hesabına həyata keçirilən əməliyyatlar zamanı ədəbi əvəzləşdirilmir, malın xidmətin dəyərinə əlavə olunur. Bura bir dənə də əlavə ediblər, dövlət büdcəsindən ayrılan vəsaitlər subsidiya və geri qaytarma vəsaitlər istisna olunmaqdır. Yəni dövlət büdcəsindən ayrılan vəsaitlər, bu əvvəl də var ki, subsidiya və geri qaytarma vəsaitlər istisna edir. Qalan hallarda əvəzləşdirə bilmirdin, amma subsidiya və geri qaytarma vəsaitlərdə əvəzləşdirə bilirdin. Amma subsidiyanın içinə əlavə ediblər ki, aktivlərə aid edilən subsidiya istisna olmalıdır. Yəni sən dövlətdən subsidiyanı alıb aktivə qoydunsa, onun ədəbiyyatını artıq əvəzləşdirə bilməyəcəksən. Və aksiz vergisi ilə bağlı da müəyyən güzəştlər nəzərdə tutulub. Bəzi məhsullar, bəzi texnikalar artıq aksizə cəlb olunur. Məsələn, kvadrat maşın xüsusi növ var. Onun adı quadricycle'lar. Bunun qəribə adı var. Bunlar bilirsiniz nələrdir? Bunlar xüsusi maşınlardır, balaca maşınlar, təkərləri yekə maşınlardır, quadricycle'lar. Onlar belə deyək də lyubitelski, həvəskar maşınlardır. Onları belə deyək də yolda sürmək sürürlər. Bizdə bilmirəm o nətərdir, amma xarici ölkələrdə yəqin ki, bundan istifadə edirlər. Biraz bahalı texnikalardır. Yəni onlar demək aksiz vergisinə cəlb olunacaq. Mobil cihazlar aksiz vergisinə cəlb olunacaq. Bir ədəd mobil cihaz demək aksiz vergisindən azaddır. Mobil cihazların hər bir ədədinə 20 manat aksiz vergisi cəlb olunacaq. Yəni bir ədəd gətirirsinizsə aksiz vergisindən azaddır, amma o demək deyil ki, rüsumdan falan azad olacaq. Yenə də o rüsumlar və
ƏDV hesablanacaq. Amma bir ədəd gətirirsənsə aksizdən azaddır. Amma çox gətirirsən ikinci aksiz cəlb olunacaq. Və üzrə ticari mağazalarına təqdim olunan aksizli mallar aksizə 0 dərəcə ilə cəlb olunur. E, aksiz vergisində Azərbaycan Respublikasında ixal edilən aksizli mallara burada bir dənə əlavə olunub ki, e, 191.7.130 maddələrində aksiyonlar istisna olmaqla aksin dərəcələri vaxt yargılaması orqanı tərəfindən müəyyən edilir. Yəni, Azərbaycanda istehsal olunan minik avtomobillərdir və sairə motosiklər, yaxtalardır. Bunlar Nazirlər Komitəsinin qərarına əsasən müəyyən olunur. Amma idxal olunanda isə artıq vergi məcəlləsi ilə tənzimlənir. Bir də ki, spirtli içkilərə aksin vergisi cəlb olunub. Demək olar ki, bütün spirtli içkilərə demək 5 manata cəlb olunub. İçməli spirtli, sonra konyak, araq, likörlər hamısı 5 manata qaldırılıb. Bir dənə burada güzəşt demək 9%-dən spirtin miqdarı az olanlara 40 qəpikdən 50 qəpiyyədir. Qalanları 5 manatdır. Tütündən hazırlanan siqaretlər əvəzində 1000 ədədinə 55 manata qaldırılıb. Energetik içkilər hər litrinə 3,1 manatdan 3,3 manata qaldırılır. Digər demək aksizli məhsullar isə qalır yerində. Burada demək bir dənə avtomobillərə əlavələr olunub. Əvvəllər 7 ildən, istehsal tarixi 7 ildən artıq olanda minik avtomobilləri benzin və dizel fərqlənirdi. Minik avtomobillər benzində 1,2 əmsal tətbiq olunurdu, dizeldə 1,5 əmsal. İndi biraz da artırıblar onu. 7 ildən artıq istehsal varsa, benzinə 1,5, dizelə isə 2 yüksəldici əmsal artıq tətbiq olunacaq. Quadrisikleların müəyyənin hər kub santimetrinə 50 qəpikdir, mobil cihazlara 20 manatdır. Yəni bunlar aksiz vergisinə cəlb olunacaqlar. Tibbi sığorta haqqında 191.5-ci maddə bu ləğv olunub. Yəni aksin tərkibindən tibbi sığortanın ayrılması bilirsiniz ki, demək spirtli içkilərdə, tütündə və eyni zamanda demək neft məhsullarında aksin dərəcələrində tibbi sığorta haqqında qanun tələblərinə əsasən hesablanırdı. Hətta neft məhsullarında onun içindən çıxarılırdı. Yəni bu maddə artıq ləğv edilir. Bənaət əmlak və torpaq vergisindən azad olmalar. Burada da qeyd olunur ki, demək agrokredit bank olunan kredit təşkilatlarında demək bu aldığı problemli aktivlərə görə, yəni torpaq və yaxud da əmlak əldə edirdi. Demək borcu olan şəxslərdən o həmin əmlak vergisindən azad edilmişdi. Torpaq vergisindən azad edilmişdi. Bu müddətini uzatdılar. Demək 2019-cu ilin yanvar 1-dən 7-12 il müddətinə azad olma tətbiq olundu. Və 2006-dan da yol vergisi, yəni Azərbaycan Respublikası istehsal olunan topdan satılan benzin, dizel yanacaq, maya qaza görə yol vergisinin hər litrinə 2 qəpikdən 7 qəpiyə qaldırılır. Amma bu benzinin və yanacağın qiymətinə təsir edəcək, etməyəcək, o artıq sualdır. Mədən vergisində müəyyən dəyişikliklər nəzərdə tutulub. Mədən vergisinə əsasən bilirsiniz ki, xam neft toptan əsas qiymətinin 26%, təbii qaz isə 1000 kub metrinə görə 20% ilə hesablanırdı toptan əsas qiymətinin. Amma onun içində mədən vergisini özü oturduğuna görə Nazirlər Komitəsinin qərarına əsasən artıq 26-dan düzəliş elədilər. Metallara görə toptan satış qiymətini saxlayırlar, demək digər faydalı qazıntılara görə. Amma xam neftin hər tonuna, təbii qaz və kondensatın da hər 1000 kub metrinə ayrıca demək mədən vergisi hesablanacaq. Qalan faydalı qazıntıların demək 1 kub metrinə görə hesablanmış mədən vergisi cədvəli qalır yerində. Sadələşdirilmiş vergi. Sadələşdirilmiş vergidə qeyd elədik ki, dövriyyə müəyyənləşdirilən dövriyyə 0,5 tətbiq edilməklə hesablanacaq. Yəni 400 minə qədər
istənilən halda sadələşmiş vergi müddətçi olaraq qala biləcəklər. Burada da azad olma media subyektlərinə yenə azad olma 3 ildən 6 ilə qaldırılır və eyni zamanda ictimai yaşam fəaliyyətlə məşğul olan şəxslərə güzəşt verilir ki, əgər sən əhaliyə göstərilən xidmətlər üzrə, sırf əhaliyə, yəni hüquqi şəxslərə deyil, məsələn, restoranlar, şadlıq sayı, əhaliyə xidmət göstərirsən, nağdsız qaydada postterminal vasitəsilə ödəniş əldə edirsənsə, dövlət 200 mindən yuxarı olanlara yəni şamil olunur bu, təbii ki. 2026 yanvarın 1-dən 3 il müddətinə 8,6% tətbiq olunacaq. Yəni bu təbii ki, inteqrasiya edilmiş postterminal vasitəsilə aparılmalıdır. Qalan hallarda isə, yəni əhaliyə nağd şəkildə satsan və yaxud da əhali hüquqi şəxsə və yaxud da hansısa bir vergi ödəyicinə qulluq göstərsən, hətta postterminal vasitəsilə ödəniş olsa da orada 8% olaraq qalacaq. Fərqlənmə nişanının alınması artıq elektron qaydada demək informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu da qeyd olunur. Eyni zamanda xüsusi fərqlənmə nişanlarının alınması müəssisələr tərəfindən öz avtomobillərinə görə və onun demək ləğv edilməsi, bunlar hamısı elektron qaydada həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikasında azad olmalar, bunlar da 2026-dan tətbiq olunacaq və işğal olunmuş ərazilərdə hansı vergi güzəştləri tətbiq olunursa, Naxçıvan Muxtar Respublikasında tətbiq olunacaq. Burada hətta sənaye məhəllələri də var. Eyni zamanda onların ərazisində qeydiyyatdan keçən fəaliyyət göstərən, mərkəzləşmiş qaydada uçuda duran vergi ödəyiciləri Sənaye və Texnologiya Parkının rezidenti və yaxud da operatoru və eyni zamanda investisiya təşkil sənədində işləyən demək sahibkarlar hamısı demək bu azad olmaları 10 il müddətinə alacaqlar. Təbii ki, burada bir dənə istisna 227.2-ci maddə istisnadır. Yəni idxalda ƏDV-dən azad olma istisna olmaq şərti ilə. Təbii ki, ƏDV-nin hesablanması da azad olmaya düşmür. Orada ƏDV-ni eləyəcəklər. Bundan başqa investisiya təşkil sənədini almış şəxslər demək təsdiq edici sənəd əsasında Naxçıvanda xam mal və materialların idxalı da 2026 yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək. Yəni bu yalnız investisiya təklif sənədinə şamil olunacaq. Bundan başqa sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən təsdiq edici sənəd əsasında istehsal məqsədilə texnika, texnoloji avadanlıqların və qurğuların habelə xam mal materialının idxalı 2026 yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Və burada demək qeyd olunur ki, 2026 yanvarın 1-dən sonra həyata keçirilən keçid müddəalarında əməliyyatlar münasibətdə tətbiq olunur. Bax, bütün bu 155 ƏDV və 218-ci maddələrdə qeyd olunan müddəalar. Eyni zamanda 164.1.14.3-cü maddənin 2027-ci yanvar qüvvədə olan redaksiyası Naxçıvan Muxtar Respublikasında mülki avtomobil istehsalına həyata keçirilən vergi ödənişlərinə münasibətdə 2030-cu yanvar 1-ədək tətbiq ediləcək. Yəni mülki avtomobil istehsalı ilə bağlı şərtlər ki qoyulmuşdu. Yəni onlar boya, qaynaq və s. işlər həyata keçirilməlidir. Yəni Naxçıvanda 30-cu yanvar 1-ədək tətbiq ediləcək. Bugünkü bizim webinarımız bura qədər. Yəni çalışdıq ki, 2026-cı ildən vergi məcəlləsinə edilən dəyişikliklər çərçivəsində Azərbaycan Mühasiblər Məktəbində bununla bağlı sizə öz fikirlərimizi bildirək. Ən azından az da olsa sizə fayda verdiyimizə görə təbii ki, sevinirik və inanırıq ki, bunun faydalarından siz istifadə edəcəksiniz. Yenə də hər hansı bir sual varsa, webinarımız əslində başa çatıb, amma yenə suallar olarsa, sualı cavablandırmaq mümkün olar. Salam Azər müəllim, axşamınız xeyir. Şamınız xeyir. Təşəkkür eləmək istəyirəm webinara görə. Mənim bir sualım Sağ olun. yarandı.
İndiyə qədər küfrü mağazanda satışı bəyannamədə azad satış kimi, əleyhidən azad satış kimi rəsmiləşdirilirsə, bundan sonra yanvarın 1-dən 0 dərəcədə tanıyacağıq. Düzgün başa düşmüşəm mən bunu. Nəyi satışır istəyirəm, əməlləşdirmədim. Sifri ticarət mağazalarında satışdan danışıram. Rüsumsuz ticarət mağazalarına siz təqdim edirsinizsə, o 0 dərəcə cəlb olacaq. Biz təqdim ediriksə, Bəli. bizim özümüz sifri ticarət mağazasına təqdim ediriksə, o olduğu kimi qalıb, dəyişən bir O şey yox. olduğu kimi qalır, bəli. Burada dəyişiklik yox. Təşəkkür edirəm, minnətdaram. Buyurun. Salam. Salam. Zəhmət zəhmət olmasa deyərdiniz, gəlir vergisi ilə bağlı güzəştlər 200 manatadək və sair başqa güzəştlər də qalacaq öz yerində, yoxsa yox? Bəli, bu 102.1.6-cı maddə qalır yerində. Yəni 200 manata qədər əsas iş yerində, əmək kitabçasının olduğu yerdə 200 manat güzəşt hüququnuz o qalacaq yerində. Və digər vergi güzəştləri də qalır. Məsələn, müharibə veteranı 400 manat, e, deyək ki, şəhid ailəsi 800 manat. Bunlar hamısı qalır yerində. Təşəkkür edirəm, çox sağ olun. Buyurun, Həm buyurun, vəbinara, həm də sualıma cavabın olaraq. Çox sağ olun. buyurun. Axşamınız xeyir Azər müəllim. Çox sağ olun bir Çalışıyorum. daha təqdimat üçün. Düzdür, mən biraz gec qoşuldum, amma çox faydalı oldu həqiqətən. Bir də mən sual vermək istirdim ki, burada slaydın məsələn siz PDF olaraq hazırlamısınız bizim üçün çox da rahat izah elədiniz. Bunun bəs bir fayl olaraq biz əldə edə biləcəyik ya yox? Yəni ardıcıllıq olaraq çox qəşəng yığılıb ona görə arada bir təkrarlamaq məqsədi ilə yəni paylaşıla bilər ya yox? Təbii ki, bu Azərbaycan Mühasiblər Məktəbinin belə deyək də əmlakıdır, yəni onun hüququdur. E, Bununla bağlı siz təbii ki, əməkdaşlarla əlaqə saxlaya bilərsiniz. Günel xanım, Arzu xanım, yəni onlardan bunun təqdim edilməsinə bağlı müvafiq cavab ala bilərsiniz. Axşamınız xeyir olsun. Hamınız xeyir. Mən də öz növbəmdə təşəkkür edirəm ətraflı izah üçün minnətdaram. Sağ Bir olun. sualım olacaqdı. Bu fərdi sahibkarın sosial ayırması ilə bağlı Bəli. əvvəllər minimum haqqın 25%. İndi gəlirdən 2% hesablama deyəndə bu ilin əvvəl isə ilin sonuna qədər proqnoz üzərindən mi gedəcək, yoxsa nə formada hesablanacaq o? Yəni məsələn yanvar ayı bitdi. Çünki orada demir də illik gəlir. İllik gəlir söhbəti deyir ki, gəlirin 2%, dövriyyənin 2%. Yəni yanvar ayı bitdi, fevralın 15-nə kimi siz sosial sığorta haqqını ödəməlisiniz, düzdürmü? Yəni Bəli. 15 gün ərzində ödəniş eləməlisiniz. Yanvar ayının dövrəsi nə qədər olub? Məsələn deyək ki, olub 4000 manat. 4000 2% eləyir 80 manat. 80 manatı ödəyəcəksiniz fərdi sahibkar üçün. Yəni bu gəlir deyəndə xərc çıxılmış mənfəətdən söhbət gedir, yoxsa sırf gəlirin özündən, yəni Yox, dövriyyəsindənsə dövriyyənin üzərindən? dövriyyədən söhbət gedir. Ha, aydındır. Aydın. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Son sual da verin. Kimdən verəcəksə. Axşam xeyir Azər müəllim. Axşamınız xeyir. Çox sağ olun webinar üçün. Bu da mənim üçün maraqlı gələn sual yaradan Azər müəllim. 104.9 maddə 104.9 o mənfəət vergisinə yeni əlavə olunur. Sonra 114.11 114.10 bir də 144.1.5.1.6 var. Bunlar arasında əlaqəni bunlar bir-birinə bağlıdır da bu maddələr. Bəli, bunlar bir-birinə bağlıdır. Yəni burada məsələn dövlət investisiya xərcləri hesabına qoyulan nizamla kapitalına qoyulur da dövlət müəssisəsində əvvəllər. Bəli, bəli. İndi deyir ki, məsələn deyirsən subsidiya alırsan, amma deyək ki, nizamlı kapitalına qoyulmur da. Bu əvvəl axı sənin gəlirin sayılırdı. İndi deyir ki, sən aktivə yönəlmisənsə, amortisasiya qədər gəlirə salacaqsan, gəlirdə tanıyacaqsan. Aktivə yönəlmisənsə əgər. Amma digər hallarda isə təbii ki, sən aktivə yönəlmirsənsə, sən onu gəlir kimi tanıyacaqsan.
Bu 144 1.5 1.6'da da deyir ki 1.6'da daha doğrusu o şey deyil də gəlir deyil. O, O o hallar nəzərdə tutulur ki, dövlət investisiya xərcləri hesabına həm nizamlı kapitalına qoyulur 2026-cı ilin yanvarın 1-nə qədər qoyulmuşlar və ondan sonra qoyulmuşlar. hə, nizamlama kapitalına qoyulursa artıq o Hə, bəli, bəli. sağ ol, oldu çox sağ olun. Buyurun. Sual yoxdursa, webinarımızı yekunlaşdırırıq. Hamıya təşəkkür edirəm. Webinarda iştirak etdiyinizə görə. İnanıram ki, sizə faydaları toxunacaq. Sağ olun, sağlıqla qalın.